Niyə görə pomidor bişəndə daha faydalı olur? Düzdür, mütəxəssislər hesab eləyirlər ki, tərəvəzlər çiy yeyiləndə daha faydalı olur. Bu həqiqətdir, çünki həmin tərəvəzlərin tərkibində olan faydalı maddələr bədənimizə tam şəkildə daxil olur, yəni bişirərək onun tərkibini öldürmürük. Amma pomidor istisnadır. Çünki pomidor bişəndə onun tərkibində olan likopen maddəsi bədənimiz tərəfindən 2 dəfə daha sürətlə sovrulur və bu da bədənimizə daha çox antioksidant getməyinə səbəb olur. Likopen ürəyə faydalı olan bir maddədir və bədənimizdəki qan hüceyrələrindəki oksigen səviyyəsini artırmağa səbəb olur. Bu da bədənimizin bəzi xərçəng növləri ilə mübarizəsində xüsusən rol oynayır. Ürək-damar xəstəliklərinin qarşısını almaqda möhtəşəm bir maddə hesab olunur. Məsələn, pomidoru sous halında bişirəndə onun tərkibindəki likopen maddəsi çiy halındakı likopen maddəsinə nisbətən 2 dəfə daha artıq olur. Daha doğrusu bədənimiz tərəfindən 2 dəfə daha çox sovrulur. Doğrudur. Pomidor bişəndə bir pis tərəfi var ki, tərkibindəki C vitamini azalır. Amma biz C vitaminini digər maddələrdən, digər qidalardan ala bilərik. Məsələn, limonlu su içərək bədənimizin C vitamini ehtiyacını təmin eləyə bilərik. Amma pomidordan daha çox yararlanmaq üçün, likopen maddəsini daha çox qəbul etməyimiz üçün isə pomidoru bişirib yemək məsləhət görülür. Bəs siz necə? Pomidoru çiy halda yoxsa bişmiş halda sevirsiniz? Şərhlərə yazarsınız.